أعظم ما يكفر الله عز وجل به الذنوب. Allahın özü vasitəsilə günahları sildiyi ən böyük əməl الهم. kədərdir. Yəni kədər vasitəsilə Allah insanın günahlarını çox zaman silir. الحسن بن أبي الحسن البصري رحمه الله تعالى قال: Həsən el-Basri böyük tabinlərdəndir, yəni sahabə təbəqəsindən sonra gələn mübarək nəsildəndir. Həsən el-Basri rahmehullah qeyd edir ki, أعظم ما يجده المؤمن في صحيفة حسناته يوم القيامة qiyamət günü möminin öz xeyir işlər səhifəsində gördüyü ən böyük işlər, ən böyük əməllər ما أصيب به من هم وحزن في الدنيا. onun dünyada ikən gördüyü qəm və kədərdir. Hansı ki, onun başına gəlir. Ona görə müsəlmanın başına gələn hər hansı bir qəm, kədər olarsa, bu onun günahlarına kəfarədir. Allah bütün müsəlmanların başına gələn qəm və kədəri onların günahlarının silinməsinə səbəb etsin. Amin.